Salam dostlar, Gürcüstana hazırlıq vlogu 2. Demək olar ki, hazırlıq deyil, əslində artıq yola düşdük və sizin üçün videoya çəkdim bunu. Səhər tezdən saat 4-də çıxmışıq evdən və taksi ilə gəldik. İnşallah ki, xeyrisi ilə çatarıq deyə dua edə-edə gəldik, çıxdıq Bakının aeroportuna. Əslində burada çox maraqlı videolar çəkəcəyik deyə evdən planlamışdıq. Sadəcə gəlib ora çatanda, bilməm baş qarşılıqdan olur, yoxsa yorğunçuluqdan olur, heç bir video çəkə bilmirik. Buradakı dayılar da adama elə baxır ki, elə bil öz vətənində deyilsən, xarici ölkədəsən. Gördüm vəziyyət yaxşı deyil, özüm getmədim, bagajımı yollayıram ki, mənim əvəzimə getsin, gəlsin. Səhv xatırlamıramsa 4 dənə yoxlamadan keçdi. Həqiqətən də bu yoxlama işləri adamı çox yorur. Yəni bu qədər geniş yoxlamağa nə ehtiyac var ki, biz gəlib Gürcüstana çatanda heç də o qədər yoxlama olmadı və son olaraq biletimizlə də videomuzu çəkdik, mindik samolyotumuza. İlk dəfədir ki, samolyotu çöldən görürəm. Birinci dəfə, çünki içəridən keçdik və samolyotu çöldən görə bilmədik. Hava çox bulutluydu, ancaq biraz qorxutsa da yuxarı qalxdıqdan sonra artıq bulut çəkilmiş oldu. Biz keçən dəfəyə gedəndə yemək daxil deyildi biletimizə. Bu dəfə isə fərqli oldu və dəyişik videolarından heç olmasa birini çəkim dedim. Axır ki çatdıq və çatan kimi ilk işimiz internet araşdırmaq oldu ki, biz əvvəlcə mən keçən il gedəndə Airlow deyə bir proqram vardı, onu yükləmişdim. Bu dəfə isə Sparks'ın internetindən istifadə etdik, elektron sim aldıq və özümüzə interneti elə açdıq. Aeroportdan şəhər mərkəzinə avtobusla yollandıq və qiyməti 95 qəpik idi. Şəhərin mərkəzindən isə biz qaldığımız otelə Bolt taksisi ilə yollandıq, lakin bizim bu otelin 3 filialı olduğu üçün təsadüfən 10 kilometr uzaqda olanını seçmişdik və bütün Tiflisi həmin taksi vasitəsilə gəzdik. Burada həm taksi yoruldu, həm də biz yorulduq. Əlavə ödəniş haqqında heç danışmaq belə istəmirəm. Nəysə, axır ki gəlib çıxdıq otelimizə. Otağı hələ ki təhvil verməyə hazır olmadıqları üçün bizi mətbəxdə qonaq etdilər, çay içdik və mənzərənin dadını çıxartdıq. Burada ən çox sevdiyim tərəf oldu ki, həm yaşıllıq var, həm dağ var, həm də ki hündür mərtəbəli binalar var. Yəni məncə heç cürə sıxılmaq olmaz. Evdə biraz dincəldikdən sonra durduq düzəldik yola ki, gedək biraz şəhəri gəzək. Əvvəlcə yemək yedik, çünki yemək yeməmişdik. Yeməyimizi Sameba kilsəsinin yanında yerləşən Kafe Natra kafesində etdik və sonra kilsəyə yollandıq, çünki elə ən yaxın ərazi oydu. Kilsəyə daxil olan zaman başınızı bağlamağınız məsləhətlidir. Əgər alınmırsa, təbii ki öz seçiminizdir, ancaq içəri çox vaxt başı bağlı daxil olurlar. Burada həmişəki kimi hər yerdə olduğu kimi, daha doğrusu uşaqlar da var, böyüklər də var. Mən bir neçə kadr götürdüm, biraz uzaqdan, yaxından ki sizlərə də göstərə bilim. Daha sonra kilsənin içərisinə daxil olduq və burada da xanımları görürsünüz, dua edirlər. Hər kəsin dinə inancı fərqlidir. Onlar da şam yandırıb öz dualarını belə edirlər. Mən içərisini biraz çəkdim. Maraqlı interyeri var və katolik kilsəsidir, yoxsa pravoslav, onları dəqiq bilmirəm. Dinlə də çox belə dərindən əlaqəm yoxdur deyə daha uzun müzakirələr etmək istəmirəm. Buranı da biraz çəkdikdən sonra sizlərə göstərirəm və gedirəm başqa bir əraziləri gəzməyə. Buradan çıxdıq, hava yaxşı idi, hətta deyərdim ki isti idi, çünki mən düşünürdüm ki yəqin hava çox sərin olacaq, qalın geyinmişdim, heç cürə geyimimi dəyişə bilmədim, çünki geri qayıtmaq üçün artıq çox gec idi. Burada isə həyat yoldaşım navigator vasitəsilə bizi gəzdirməyə çalışır. İlk olaraq biraz piyada yol var, oranı getdikdən sonra isə başqa bir avtobusa minəcəyik və şəhərin mərkəzinə doğru addımlayacaq. Əslində bizim otel şəhərin mərkəzindən 1,7 kilometr məsafədə yerləşir, yəni istəsəz buradan piyada getmək mümkündür. Lakin çox yorulmamaqdan ötürü taksi və avtobuslardan tez-tez istifadə etdik və gəldik, çıxdıq Kürün sahilinə. Burada belə bir mol var, bu günlər içərisinə daxil ola bilmədim, çünki yoldaşım imkan vermədi. Təbii ki, qismət olsa gedənə qədər bir dəfə daxil olub, içəridə nə var nə yox onları görmək istəyirəm. Kür ətrafı əraziləri biraz gəzdik, hava çox gözəl olduğu üçün polun istirahət etmiş hesab edirəm özümü. Biraz yerimək məni yordu, ancaq ki gəzməyə gəlmişiksə mütləq də yorulmaq lazımdır. Təki həmişə belə işlər üçün yorulaq. Gəldik, çıxdıq Baraj körpüsünün yanına, burada da biraz videolar çəkdim, ətrafı seyr elədim. Mənzərəsini çox bəyəndim, əslində belə gözləmirdim. Deyirdim burada nə var ya, bir dənə körpüdə, ondan ötürü bu boyda yol gəlməyə dəyməz, amma yaxşı ki gəlmişik. Və buradan digər tərəfə keçdikdə isə orada bir park var və adına Velosiped Park deyirlər. Sahil boyu gənclər əylənib istirahət edirdilər. Bunlara baxanda öz gəncliyimizə heyfim gəldi ki, biz Azərbaycanda çox vaxt heç demək olar ki, əylənmirik. Əksər vaxtlarda işə gedib gəlirik, qalan vaxtlarda isə ev, ailə, uşaq belə işlərlə məşğul oluruq, gəncliyimizi uçurduruq havaya.
Buranın isə nə olduğunu bilmədim, ancaq görüntüsü çox xoşuma gəldi. Parkın içərisində yerləşirdi. Buranı da biraz çəkmək istədim. Sonra dedik ki, artıq gecdir, gedək biraz da oteldə dincələk və yeraltı keçid vasitəsilə keçdik yolun digər üzünə. Keçiddə belə fərqli, maraqlı şəkillər çəkmişdilər. Hətta çıxışa tərəf getdikcə burada tarixi hadisələrdən desən danışırlar, hamısı gürcü dilindədir, heç nə başa düşmək olmur. Və çıxışa yaxın belə bir rəsm əsəri də var idi. Mənim çox bəyəndim, xoşuma gəldi. Nəyi ifadə edir, onu da bilmirəm. Kim bilirsə mütləq şərhdə yazsın. Sonra çıxdıq, buradan da mindik taksiyə, yenə də yollandıq biz otelimizə. Burada daha çox taksidən istifadə etdik, nəinki İstanbulda. İstanbulda əsasən özümüz gəzirdik, burada isə taksi vasitəsilə gedirdik. Çünki həm ərazi çox hündürdə yerləşir, həm də adam tez yorulur. Bugünlük bu qədər. Sabaha mütləq izləyin və abunə olun kanala.